başa düşürsən ki, bu həyatda nə sənin qeyrətin var, nə mənim namusum var. Hamıya salamlar dəyərli izləyicilər. Bildiyiniz kimi aləmi ikinci serisinə gəldik, çıxdıq. Hamıya söz vermişdim ki, yaxın zamanda nə qədər peyzər varsa, məsələn, onları da paylaşacağam. Bəzi insanlar mənim direktimə çoxlu video göndəriblər, amma tema orasında ki, mən o videolara baxmamışam. Nəyə görə? Çünki mən videolara baxanda reaksiya bildirə bilmirəm, açığı. Ona görə də birinci səfər baxacaq. Amma belə öz aramızdır. Mən Moskvaya gələndən nə qədər peyzərlər çoxalıb ala. Baxıram Allahın da olsun biabırçılıq da yəni. Məndən ancaq ruslar çıxırdı qabağıma. Yəni siz izləyicilər mənə yazırdınız, mən inanmırdım. Sonra lokasiyanı, konumu yəni Azərbaycana dəyişdim telefonumda. Girdim aşağı edirəm, ala nə qədər cındır var ala. Bilə, mən şoka düşdüm Allahın da olsun. Gəlin çox uzatmadan başlayaq. Ya Allah, ya Ali, ya Məhəmməd getdi ya. Petuq olmama baxma canım, gey petuq deyirsiz. Qabancı günə videosu. Gecəli 300-ə çıxıram, həyatlarım. Gecəli 300 qazanıram. 300? Ondan danışın. Əsər Petuq deyən qələt eləyir. Sən şəxsən mənim fəxrimsən. Günü 300 manat, ayət 9000 pul eləyir. Sonra deyirsiniz ki, nazirlər cəmaatın pulunu yedi. Yekə oğlansa, yeyənlər bunlardır. Bunlar cəmaatın pulunu da yeyir, şeyini də yeyir. Yemək zat dedim, risk aclıq gəldi. Bir dənə göbələkdən yeyək. Baxaq bu nədir? Qanuni oğru da var, bir var qanuni oğru, bir var qanunsuz oğru. Onların arasında böyük fərq var. Bu nə danışır? Məsələn, qanuni oğru 50 qaydaya diqqət edir, qanunsuz oğru 7 qaydaya. Axır ki, Allahım çox sağ ol, Allahım qurban olaram məsəl. Mən neçə ildir dostlar oğru olmaq istəyirəm. Prosta böyük qardaşlara gəlib çıxa bilmirdim deyə. Yəni qayda qanunu bilmirəm də, bildiniz nətər. Axır ki, gəlin bu qardaşı diqqətlə qulaq asaq. Gəlin belə eləyim. Deməli, bir də mənim bloknotum var. Burada planlarımı yazıram. Qismətə bax ya Allahım. Sən demə bloknotu vor olmaq üçün almışam. Gözlə bir dənə qaydanı bura yazaq. Qoy əməl eləyək. İndən belə Zevs yox, vor Zevs. Deməli. Qanuni oğru 50 qaydaya diqqət edir, qanunsuz oğru 7 qaydaya. 7 qaydaya. Hə. Qaqa sən nə üçün avarasan? Avarıyam, qaqa vor dörəm yəni mən. Ayaqdan mırtdamadı 2 saatdır yazı yazıram burada. Ostraq avaraymış. Mən də elə biləm vordu. Yekə oğlansan, belə şeylər eləməyin. Allah qəvəslənmişdim. Peysərcədə. Bu ötün başını buraxın bir saniyə. Diqqətlə mənə qulaq asın. Deməli aşağı link qoymuşam Real Business-in. Qeydə keçən kimi 5 dollarlıq bina hədiyyə olunur. Belə deyim, bilirsiniz də yəqin ki, mən orada öz şəhərimi qurmuşam və hər gün pul çıxarış edirəm. Bayaqları məsələn 156 manat rovnu pul çıxarış elədim ona. Belə deyim də sizə, yəni sizdən heç bir şey getmir ki, sizə bir şey çatmır. Qeydə keçən kimi 5 dollarlıq sizə bina hədiyyə olunur və o binadan nə qazandısa çıxarış edirsiniz. Sadəcə olaraq belə fürsətlərdən istifadə etmək lazımdır. Bilməyənlər üçün tez baza bir dənə başa salım. Gördüyünüz kimi mənim şəhərimdir. Məsələn, baxın binamdan 411 dollar gəlir ucu yığılıbdı, toplayacağam. Topladım, balansım oldu 931 dollar. Nəsə link aşağıda dostlar. Keçin endirimlərdən də istifadə edin. Real Business bomba dəqiqətdən. Ay bilə, bunlar nə edirlər? Nə iyrəncdirlər bunlar? Bu da eyilir, sən boyu yerə soxurlar. Yox, heç amma qəşəng də, ağappaq da. Üzüm salxımına oxşayır, amma bir Üzüm sən başı bu başın sıçı bunlar nə? Bu niyə qaradır belə başı? Geç bura be. Allah haqqı, üzüm salxımına oxşayır, Qur'an and olsun. Çoxu deyir ki, bu xəstədir falan. Yəni xəstə belə şeyləri bilmir, yəni nə bilim üzüm salxım. Mən heç ağlıma gəlməz Allah qələşi. Mənə gəlir ki, bu məndən ağıllıdır. Adı nə idi bunun? Şəfi idi, nə idi belə? Şəfi idi deyəsən. Şəfi. Dur növbəti video. Əziz izləyicilərimiz və qonşularımız, təzə gördüyünüz məhsullarımız gəlib dostlar. Deməli, bax, koladan bir kaset idi, bir kaset artırmışam, eləmişəm 2. Əsasda yəni böyütmək olar, orada lag eləməyin. Fanaqva qazdı, bir kaset idi, eləmişəm 2 kaset. Uşaqlar, sizlər üçün 5 qəpiyə təzə saqqızlarımız gəlibdir. Siyələli. Öpürəm, video like deməyi unutmayın, maşın gəlir. Hələli. Durun gəl. Stop, bir saniyə. Mən bu videonu niyə atıbsınız ki, mən başa düşmədim. Bu videonun bu konseptdə nə dəxlisi var? Mən yenə deyirəm, mən yəni heç bir video baxmamışam. Sadəcə olaraq istəyirəm ki, birinci səfər baxıb reaksiya bildirəm. Ona görə də görməmişəm videonu. Yəni burada ayıb nə var ki, qaqaş çörək pulu qazar. Deyir, bir kaset idi kolu, ikinci kasetdə aldım, irəliləyirəm də yəni bu həyatda. Özü bilirsiniz ki, çox çətin zamanlarda yaşayırıq. Belə başa düşənlər düşür yəni.
Yox bu video nəyə atıbsınız ki mən onu çatma. Özü buna da belə paylaşıblar. Oba marketi bir video ilə çökdürən Süleyman Market. Belə pis çıxmasın. Bütün Adidasdan tutmuş Coca-Cola'dan, yəni belə obyektlərdən başlayıblar ha. Nəysə videonun burasını götürərəm. Ya da nəyi götürəm? Gəlin qaqaşı dəstək olaq Allahın da olsun. Görmürsüz deyir ki, ikinci kaset kolanı aldım ucu. İnşallah üçüncüsünü alacağam. Gəlin həvəs verək. Mən şəxsən deyirəm dostlar. Qardaş əri videoya mənə baxırsa, mənim Instagramıma yazsın. Düzdür, mənim Instagramım minlərcə SMS yazdılar günə. Ona görə bilirəm ki, görməyəcəm o story SMS-i. Sadəcə olaraq belə bir şey deyə bilər. Qoy story paylaşsın Instagram, mən etiketləsin. Hamı da etiketləyin onun səhifəsini. Mən onun səhifəsini bilmirəm ümumiyyətlə. Mən heç qaqaş tanımıram. Birinci səfər gördüm videosunu. Mən şəxsən onun dükanını polnusu doldururam ağzına kimi. Yəni belə deyim. Nə bilim, 2 kaset kullanırdı. Gəlin 50 kaset vuraq, qaqaş kayıf eləsin. Mənə də maraqlı. Görəsən 2-3 ildən sonra bu Süleyman Market böyüyəcəkmi, yoxsa qaqaş nə bilim, gəlib qoşulacaq pis yollara. Bilmək olmaz, yəni həyatdır. Mən şəxsən hazıram. Prosta qaqaş sraz bilinir də, yəni bu insan əziyyət çəkir. Yəni istəyir ki, artırsın, nə bilim. Mən şəxsən hazıram. Eşsən qaqa, cındır-mındıra da qulaq asma. Ciddiyəm, yəni. Mənlə əlaqə saxla. Polun üstündə lazımdırsa eləyək. Burada nə var ki? Həqiqi ciddiyəm mən. Yəni bəlkə gələn videoda çıxdı ki, Süleyman Marketi doldurduq. Düz mən indi Moskvadayam. Belə problem deyildi. Burada nədir ki, perevod elədim, işte doldu da market. Tıklayın. Basın, basın, basın. Basın, basın. Basın, basın, basın. Spasın da kral. Basın, basın, basın. Basın, basın. Ben yerine koyma saçtığım basın böyle. Basın, basın. Pasar da. Deyəsən normal video tapdıq. O qədər qeyrətli translar var ki, onun bir tikə Qeyrətli trans? yarısında bölüb Nə danışır? verəsən. Elə bəzi o sizin kişi dedikləriniz var ki, onlardan 1000 qat betər hoqqalardan çıxırlar. Ona görə də insanın deyir, görünüşünə görə yox, daxilinə görə dəyər vermək lazımdır. Kişilik qanda olmalıdır. Kişilik insanın damarından gəlir, genlərdən gəlir, qandan gəlir, yaradılışdan gəlir. Şərt o deyil, şalvar giyinəsən, kişi kimi gəzəsən, saqqal saxlayasan, o qədər saqqallar var ki, altdan 1000 hoqqadan çıxırlar. Bəlkə də eləsən, o heləsini çöldə siz görsəz, deyərsiniz ki, 1000 kişidən biridir. Amma bağlı qapılar ardında o qədər hoqqalardan çıxırlar, o qədər pis işləri var ki, ona görə də siz mənim kimlərdən qorxmaq lazım deyil, siz elələrindən qorxun. Sənin dodaqlarına qurban ol. Qulaqlarını da asıbsan, xaçıda yəni. İsa köməyin olsun. mən fikir verməyim, elə bilərsiniz ki, gülürəm falan. Mən ciddiyəm həqiqətən də. Mənim 27 yaşım var. Bu sözlər mənə yaxşı dərs oldu. Mən şəxsən bu sözləri qeyd edirəm. Və məsləhət görürəm ki, hamı qeyd eləsin. Çünki belə şey deyil. Başa düşürsünüz? Gəlir. Şərt o deyil, şalvar giyinəsən, kişi kimi gəzəsən, saqqal saxlayasan, o qədər saqqallı. Bu arada belə oynaya bilər. Sən Allah, kommentdə yazın görüm, arxadakı şəklini necə bomba görsər telefonda. Yəni kabura sizə deyirəm səviyyədə, yəni kabura odur yəni. Bu nədir ola? Gicdirə bu. Nə oldu buna? Gözdəydi, bilət. Xarab oldu özüm ölüm. Bu kim şəkildir? Qadın adam sən burada nə bu nədir la? Zooparkda ola bura. Siz nə gündəsiz la? Bu nə bu gündədir? Ezan Sasun baba kişiye səni zordur. Bilirəm əzəm. Zordur. Deyir saçın baba deyir bilirəm. Elizan sən qardaşıma bir dənə sual verim. Mən həqiqi maraqlı da, yəni ciddi qəbul elə. Sən ümumiyyətlə görürsən ha? Yox, həqiqi ciddiyəm yəni. Yəni o itlər var ya, bilirsiniz dostlar, pikines deyirlər, görübsünüz bəlkə. Mən uşaqlıqda həmişə maraqlı idi ki, onlar görəsən, bilirsiniz də hansı itlər deyirəm, o qıl basıb gözdən. Yəni görmürlər dönlərini. Həmişə maraqlı idi uşaqlıqda. Yəni bunlar, bu itlər yəni görür yoxsa yox? İndi eləcən sənə bir dənə sual verirəm. Sən həqiqi görürsən? Vallah mənə maraqlıdır. Açığı sənə deyirəm. Belə də ki, simpatisini qaqaşlar, səqiq deyirəm. Nə olub ki, gül kimi oğlan, buna var bir dənə bu birisine. Elə papaq taxıb.
Yox, yaxşı mı? Qurana biri papaq taxıbdı, biri nə bala. Nəsə pis şey demək istəmirəm. Allah canlarını sağ eləsin. Həqiqətən də. Amma belə yəni istəyirəm. Mən qız olsaydım. Bu arada Xiyarın yeni videosu çıxıb. Fərd Abdullayevin. Yenə qızın başına oyuna açıbdı. Nə bilim qızla buna nəsə edibdi bilmirəm. O günlər zəng edib ağlayırdı telefonda. Keçin baxın yəni. İndi o da bu yolun qulluqçusudur. Yəni nə edə bilərik ki? Bu arada onu da deyim ki, mən ümumiyyətlə reaksiya videolarına son vermək istəyirəm. Açığı deyim yəni. Demirəm sondur, bilmək olmaz. Sadəcə olaraq mənim özümə ləzzət eləmir. Bu videonu açıq çəkməyəcəm. Sadəcə olaraq söz vermişdim. Bundan qabaqki videodakı ikinci serisi gələcək. Bir də ki belə deyim, deyirsiniz uzun olsun bu video, reaksiya videosu falan. Vallah deyirəm, yəni açığı mənə ləzzət eləmir. Mən istəyirəm ki, belə deyim, mənim məqsədim bu idi. 1 milyon abunəyə gəlim çatam. İndi də şükürlər yeni maşın götürmüşəm. Bilirsiniz də, yəni daha doğrusu hədiyyə eləyiblər, sağ olsunlar. Hələ ki paylaşım eləməmişəm, amma hamı bilir nə maşındır. Sadəcə olaraq üstünə bir dənə zerkalli nömrə vurmaq istəyirəm ki, elə video çəkəcəm. Nəsə, v общем, qısa konkret məqsədim o idi ki, milyon abunəyə gəlib çatam, vloqlar çəkəm. Nə bilim, Zefsin həyatı, Zefs getdi, nə elədi, nə bilim, hansı obyekt aldı, nə elədi, yaxşı da güzel. Nəsə, belə temalar. Nə bilim, Londonda getdik, çayxanada dava saldıq. Belə videolardır yəni. Daha doğrusu əyləncəli videolar. Yoxsa mən belə açığı aram yoxdur. Allah söyüşlə, reaksiyana, belə cındır-cındır videolarla. Mənlikdir valla. Siz də əgər belə deyim, bu videonu ümumiyyətlə bəyəndisə, ya da belə deyim, mənim konseptlərimi bəyənirsə, like eləyin. Kanalımıza abunə olmağı unutmayın. Məqsədimiz milyon idi, indi 2 milyondur. Amma inşallah tez bir zamanda olacaq. Nəyə görə gəlin sizə baş salım. Yəqin ki, izləyicilər axıra kimi qulaq asacaq bu sözə. Qulaq asanda qısaca komment yazsınlar ki, axıra kimi baxdım. Məqsəd budur. Mən istəyirəm ki, bomba videolar çəkim. Məsələn də, görüb sırasıya Tamayevin zaten videolar var, yarışır, nə bilim, BMW-si var, nə bilim, Mercedes-i var. Biz problem deyir ki, burada, nə bilim, Lamborghini ilə sürərik, nə bilim, Ferrari ilə sürərik. İstəyirəm ki, biraz qlobala çıxım. Qlobala da çıxmaq mənim üçün 2x2-dir. Hal-hazırdakı, yəni, belə deyim də, nəsə də eləyə bilərəm, qısa konkret, bilirəm, yəni, nəyə qadirəm, v общем. Belədir ki, hamımıza boşlayam, öpürəm hamımızı. Nə qədər desəm azdır. Ya belə deyim, sözlə baş sala bilmərəm. Çox sağ olun hər şeyə görə. İnşallah yaxında yeni videolardan qarşınızda olacağam. Bu arada, yaxında inşallah Johnny ilə kölə videosu gələcək. Qardaşımın köləsi olacağam. Və çox güclü bir pul xərcləyəcəm Johnny-ya. Bilirəm də, çünki o ajnyakdır yəni. Bir də ona deyim ki, bəlkə maşın yandırdıq. Yəni söz vermişdim o vaxt. Eləyə bilmirdim Azərbaycanda. Amma burada eləyəcəm. Öpürəm hamını. Yəqin ki eləyəcəm. İndi baxaq. Amma eləyəcəm. Sağ olun.